Aha, indi isə ikinci sualın şərhinə keçək. Müəssisə rəhbəri, yəni müdir gəlib sizə deyir ki, mənə ankor yağının qiyməti 10 manatdan baha satıldığı tarixləri və kimlər tərəfindən satıldığını cədvəl şəklində çıxart. Gəlirik, təzədən create lent tabına keçid edirik və SQL query, yəni sorğu pəncərəsinə keçirik. Yenə nöqtəli vergülü silirik. Deyəsən, öncəki videoda sonda nöqtəli vergül qoymamışıq. Aksesdə sonda nöqtəli vergül qoymasaq da sorğunu icra edir, amma digər verilənlər bazalarında biz onu mütləq etməliyik. Yəni, nöqtəli vergülü qoymalıyıq. MySQL, SQL Server, PostgreSQL kimi proqramlarda bu şərtlərə riayət etmək lazımdır. Deməli, nə edirik yenə? Bizə müdür deyib ki, bu cədvəldən mənə ankor yağının qiymətini, yəni 10 manatdan baha satıldığı tarixləri göstərir. Qiymətinin 10 manatdan baha satıldığı tarixləri və kimlərsə tərəfindən satıldığını göstərir. Nə edirik? Gəlirik. Deməli, bütün sütunları yenə seçməliyik. Ulduzla seçirəm hamısını və from hardan satıcılar cədvəlindən yenə də hansı şərt verilibsə onu daxil edirik. Hansı şərt verilib? Ankor yağı. Ankor yağı nədir? Mal. Mal bərabər olmalıdır ankor yağı. Ankor yağı və növbəti şərt nədir? Qiyməti 10 manatdan baha olan ankor yağı olan sətirlər. Deməli, nə etməliyik? Həm ankor yağı olan sətirləri, daha doğrusu ankor yağı olan sətirləri, amma qiyməti 10 manatdan baha olan ankor yağı sətirləri. Bunun üçün AND operatorundan istifadə edirik. AND qiymət bərabərdir, qiymət daha doğrusu böyüdür 10. Vəssalam. Bir dənə də nöqtəli vergül qoyaq. Vəssalam. Bizim sorğumuz hazırdır. Run əmrinə vururuq. Gördüyünüz kimi ankor yağı olan sətirləri və qiyməti 10 manatdan baha olan sətirləri bizim üçün önə çıxartdı. Cədvəl şəklində hazır verdi bizə. Satıcılar cədvəlinə keçid edirik. Gördüyünüz kimi burada ankor yağı 6 manata satılan yeri var, 9 manata satılan yeri var, 15 manata və 11 manata. Bizə 15 və 11 manata satılan deməli hissələri çıxartdı. Və hansı tarixlərdə satılıb? Müdirin istədiyi oldu mu? Oldu. Müəssisə rəhbəri gəlib sizə deyir ki, mənə ankor yağının qiyməti 10 manatdan baha satıldığı tarixləri görürükmü? Görürük. Və kimlər tərəfindən satıldığını cədvəl şəklində çıxart. Kimlər tərəfindən satılıb? Elə hər ikisi Kamran tərəfindən. İndi bu müdir ya Kamranı cəzalandıracaq, ya da onu mükafatlandıracaq. Artıq onun insafına qalır. Sağ olun. Növbəti sualda görüşənədək.